Görürsünüz, Çangan Q5 yaxınlaşıb yanımıza. Bunun da yağını dəyişirik. Onsuz da Çin maşınları bizim yanımızdadır. Nə göstərmək istəyirəm dostlar? Bunun da Unizelərdə olduğu kimi Çangan Q5'lərdə də nə müşahidə eləmişəm? Antifrizinin azalmaları. Həm inverterin, həm də batareykanın antifrizində azalmalar var. Hətta mühərrikdə də azalma var. 3 dənə antifrizin üçündə də azalma var. Bildirmək istəyirəm ki, birinci dəfədə maşının yağını dəyişirik. Birinci dəfədir. Cəm işin maşın sürülüb 10.000 kilometr. Yəni üstündəki yağla əlbəttə ki, mən məsləhət görmürəm üstündəki yağla 10.000 sürməyi. Üstündəki yağla 10.000 sürüb. Dostlar, baxın, antifriz, etek antifrizi. Bu antifriz istifadə olunur. Bunların demək, həm batareykada, həm mühərrikdə, həm də inverterdə gördüyünüz kimi antifrizi mütləq diqqət eləyin ki, bax, antifrizi maksimuma gətirmək lazımdır. Bax, görürsünüz, bax, indi gəldi maksimuma. Bu da ikisi də. Demək olar ki, hərəsinə 400 qram əlavə elədim. Mühərrikin antifrizində də azalma var. Baxın, tök-tök, nə qədər? Hələ gəlib çatmayıb maksimuma. Hələ bir yarım litrə yaxın da mühərrikin antifrizinə əlavə elədik. Diqqət eləmək lazımdır. Antifrizlərə diqqət eləyin dostlar. Həm demək, unizelərdə də belə problemlərlə görürəm. Yəni, bəzən yağ dəyişirsiniz, ancaq antifrizinə heç kim baxmır. Yəni, antifrizə mütləq diqqət eləmək lazımdır. Mütləq diqqət eləmək lazımdır. Bildirmək istəyirəm ki, bu avtomobil Q5 sürüləcək taksi xidməti. Yəni, taksidə sürüləcək. Ona görə taksidə sürülənlərə mən həmişə deyirəm ki, əgər maşın taksidə sürüləcəksə, 0.16 yox, 0.20. Çünki taksidə sürür, aydın məsələdir ki, 95 vurmur, 92 vurur və 0.16'ların 92'yə davamiyyəti aşağıdır, qələbliyi aşağıdır 0.16'ların. Bacardığınız qədər, əgər istəyirsinizsə, mühərrikimiz salamat qalsın, 92 vuranlara buradan deyirəm, çalışın 0.20 tökün dostlar. Bax, Volver'in Alman canavarı, bunun 0.16'sı da var, 0.20'si də var. 0.20'nin qələbliyi daha yüksəkdir, 92 yanacağa daha dözümlüdür. 0.16 vuranlar 95 tökməlidir. Yəni 0.16 vurursansa mütləq avtomobil onsuz da 95 ilə işləyir. Yəni amma indi taksi sürənlər məcbur 92 vururlar. 92 sürənlər bəli 0.20 özürlüyündən də istifadə eləyin. Çünki 0.20'lər 92 yanacağa daha dözümlüdür, qələbliyi daha yüksəkdir və əlbəttə yuyuculuğu daha yüksəkdir və mühərrikin detallarını aşınmadan qorumaqda da 0.16'dan daha üstündür. Əlbəttə ki, indi bu bizim seçimimizdir. Mən bacardığım qədər marifləndirici videolar çəkirəm. Yağ haqqında bir söz deməyə ehtiyac yoxdur. Volver Alman canavarı yağıdır. Mühərrikin detallarını super səviyyədə, yüksək səviyyədə qoruyan bir yağdır. Mühərrikin detallarını aşınmadan qoruyan yağdır. Əlbəttə ki, Q5 sürənlər, GS55 sürənlər, Unize sürənlər, Çangan A05 sürənlər hara gəlmək lazımdır dostlar? Onsuz da bura gəlirlər. Avtil yağlama mərkəzini ən ideal seçimdir. Sürətlər kutusuna da, antifrizinə baxdıq. Sürətlər kutusunun yağını da yoxlayacaq. Sürətlər kutusu da bunlarda 40.000 kilometrdən sonra mütləq karokanın yağı da dəyişilməlidir. Diqqət eləyin, çox sürməyin. Əlbəttə ki, hər bir sonra nakladkadır, sveçalardır. Bunların hər biri bizdə var, yaxınlaşa bilərsiniz. Burada da gördüyünüz kimi Q5'in də yağını dəyişirik. Üzr istəyirəm, Çangan A05 də burada yağını dəyişirik. Eynən bunun da mühərrikinin yağını yenə Volver'lə dəyişəcəyik. Bu da taksidə sürülən maşındır. Buna da 0.20 tökəcək dostlar. Çünki bir də deyirəm, 92 tökürsünüzsə 0.16 yaramır. Yəni 0.16 ilə həm mühərrik test səs eləyir, həm də 0.16'nın bir də yuyuculuğu çox aşağıdır. Ona görə taksi sürənlər, bax eyni, taksi maşısı da taksidə sürülür. İkisinə də 0.20 Volver Alman canavarı yağından tökəcək. Onun da antifrizinə baxaraq, onun da antifrizinə baxaq. Çünki bunların da antifrizlərində yenə diqqət eləmək lazımdır. Yağ dəyişəndən də yağ dəyişənə. Onun antifrizinə baxdıq. Bunun da antifrizi bəli. Bax, burada antifriz azalıb. Nəyin antifrizi? Batareykanın antifrizi. Inverterin antifrizi yerindədir. Ancaq batareykanın antifrizində azalma var. Mühərrikin antifrizində də azalma var. Buna da eynən yenə etek antifrizləri ilə yenə nə edirik? Əlavə eləyirik. Bu da səviyyəsini yerinə getiririk. Yenə mühərrikin antifrizi də aşağıdır. Onun da mühərrikin antifrizinə diqqət eləmək lazımdır. Əlbəttə ki, etibarlı yağ dəyişmə xidməti dostlar, Avtil yağlama mərkəzidir. Həm Binəqədi filialı, həm də Əhmədli filialımıza yaxınlaşa bilərsiniz. Bütün Çangan sürənlər, bütün BYD sürənlər, Çin maşını sürənlər dostlar, qulluğuzdayıq. Yaxınlaşın, gördüyünüz kimi çöldə də bizi gəlirlər, yenə 2-3 dənə maşın
Çanqan və Büvaydilər, əlbəttə ki, yaxınlaşın avtomobil yağlama mərkəzinə. Sağ olun.